Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayan nümunələr yazın. Birinci sözün həqiqilik və məcazilik baxımından fərqli mənada işlədildiyi nümunə, ikinci sözündə qarşılığı tələb olunur. İkinci sözümüz tanınmaq sözüdür. Biz tanınmaq sözünü əvəz edə bilərik məşhurlaşmaq sözü ilə, bir də populyarlaşmaq sözü ilə əvəz edə bilərik. Məşhurlaşmaq və yaxud da populyarlaşmaq. Agata anasının himayəsində böyüyür. Burada həqiqi mənada istifadə olunmuşdur. Böyüməyi məcazi mənada, yəni fərqli mənada cümlədə işlədiriksə, yaza bilərəm ki, problemlərim gözümdə böyüyür. Problemlərim gözümdə böyüyür. Burada məcazi mənada işlənib. Və yaxud da o əməlləri ilə xalqın gözündə böyüyür. Və sair kimi məcazi mənada cümlədə işlətmək olar.